فحملوه. Onu quyuya atmaq üçün apardılar, amma o yenə də onlar barədə yaxşı düşünməyə davam etdi. Oğlum, oğlum hardasan? Minlərlə sehirbaz və cadu edənlər. Gəmi qalxmışdı. Əgər bir quş onun üzərindən uçsaydı, istidən dərhal yerə düşüb ölərdi. Bu böyük qurtuluş günü idi. Qaya çatlamağa başladı. Onlar qapını sındırmaq istəyirdilər. Onun qarşısında insanlar dəhşətlə baxıb düşünürdülər, nə olacaq? Qonaqlarını çıxart Lut, biz onları tanımaq istəyirik. Sən nə edirsən? Niyə? Onlar onu quyuya atırlar. Allahın peyğəmbərini katapulta bağlayıb alovun ən qızğın yerinə atırlar. Nəhəng və hamar bir qaya. Sizdən kim önə çıxacaq? Allahdan qorxun və məni qonaqlarımın qarşısında rüsvay etməyin. İnsanlar dağlara qaçırdılar. Qorxma, həqiqətən sən üstün olacaqsan. Allah onu sənə oxşadacaq. Minlərlə sehirbaz çubuqlarını atdılar və onlar ilan kimi hərəkət etməyə başladılar. Musa qorxdu. Budur sizə bir dəlil olacaq dişi dəvə. Rəbbinizdən bir möcüzə. Uca Allahın izni ilə Şeyx Nəbil Əl-Əvvədinin Peyğəmbərlərin hekayələri silsiləsini ana dilimizdə ardıcıl şəkildə sizə təqdim edəcəyim. Bu silsilədə biz Peyğəmbərlərin həyatlarından ibrətlər, möcüzələr və insanı düşündürən dərslər öyrənəcəyik. Bu möhtəşəm seriyanı qaçırmayın. Bismillahirrahmanirrahim. Hər şeyin başlanğıcında sonsuz qüdrət sahibi Allah var idi. Ondan başqa heç nə yox idi. Allah Əl-Əvvəl. Allahdan başqa heç nə mövcud değildi. Allah. Onunla birlikdə heç nə, heç kim yox idi. O birincidir və ondan əvvəl heç nə yoxdur. Allah mütləq olandır. İzzətli və uca Allah yaradılışı yaratdı. Yaradılış ərşlə başladı. Bu ərş təxəyyül edə biləcəyimizdən qat-qat böyükdür. Ərşin kiçik bir hissəsi kürsüdür. Kürsü ilə ərşin nisbəti ucsuz, bucaqsız səhra ilə onun içindəki kiçik bir üzüyün nisbəti kimidir. Halbuki kürsü özü göyləri və yeri əhatə etmişdir. Allahu Ekber. Allah ərşi yaratdı və onu suyun üzərinə yerləşdirdi. Bu, uca Allahın ilk yaratdığıdır. Sonra qələmi yaratdı. Və Allah Əzza və Cəllə ona buyurdu, yaz. O dedi, nə yazım? Allah dedi, qiyamətə qədər olacaq hər şeyi yaz. Və hər şey lövh-i məhfuzda yazıldı. Sonra 50 min ildən sonra uca Allah göylərin və yerin yaradılmasını əmr etdi. Bəli, 50 min ildən sonra göylərin və yerin yaradılışı başladı. Bu yaradılışın hamısı 6 gün içində həyata keçdi. Göylərin və yerin yaradılışı birlikdə oldu. Onlar bir-biri ilə bağlı idi. Yer 2 gündə bölündü və 4 gün ərzində tamamlandı. Göylər də eyni şəkildə, ümumilikdə 6 gündə yaradıldı. قل أئنكم لتكفرون بالذي خلق الأرض في يومين وتجعلون له أندادا ذلك رب العالمين وجعل فيها رواسي من فوقها وبارك فيها وقدر فيها أقواتها في 4 أيام سواء للسائلين. Göylər və yer 6 gün ərzində yaradıldı. Ərş və su. Hər şeyi yazan bir qələm. 50 min ildən sonra Allah göyləri və yeri yaratdı. Onlar bir-birinə sıx bağlı idi. Göy yer ilə birləşik və iç-içə bir haldaydı. Bu nəhəng və möhtəşəm kainatda uca Rəbb göyün yerdən ayrılmasını əmr etdi. Daha dəqiq desək, göy 7 qat olaraq ayrıldı və yer isə qəflətən 7 qat olaraq bölündü. أولم يرى الذين كفروا أن السماوات والأرض كانتا رتقا ملتصقتين ففتقناهما وجعلنا من الماء كل شيء حي أفلا يؤمنون. الله
Bu möhtəşəm və nəhəng böyük partlayış nə qədər heyrətamizdir. Birdən-birə göylər və yer ayrılır. Göy 7 qat olur. Yer də uca Allahın əmri ilə 7 qat olaraq bölünür. Göy isə yer üzündəki sudan çıxan buxardan yaradıldı. Dediyimiz kimi ərş suyun üzərində idi. Suyun üzərindən buxar qalxırdı. Və bu buxar öz böyüklüyünə görə bizim tam dərk edə bilməyəcəyimiz bir yaradılış idi. Bu buxar geniş kainatda tüstü kimi oldu. Bu tüstü göyün başlanğıcı idi. ثم استوى إلى السماء وهي دخان فقال لها وللأرض ائتيا Allah göyə və yerə əmr edir. ائتيا طوعا أو كرها قالتا أتينا طائعين. Yaradılışın başlanğıcı budur. Quranda nəql olunduğu kimi. Bu planet nə qədər gözəldir. Bu yer planetidir. Bizim yaşadığımız planet. O nə qədər qədimdir. Ən doğrusunu Allah bilir. Yaradılışın başlanğıcında yerin üzərində hansı məxluqlar yaşayırdı. Ən doğrusunu Allah bilir. Lakin bilirik ki, müəyyən vaxt keçdikdən sonra uca Allah oddan bir məxluqu yaratdı. Bu məxluqun adı cindir. Görünməzdir, mənşəyi saf oddandır. Dumansız alovdan yaradılıb. Bu varlığı uca və müqəddəs olan Allah yaratdı. Bu yeni varlıq etdiyi əməllərin məsuliyyətini daşıyaraq yer üzündə yaşayırdı. Onun diqqət etməli olduğu halal və haramlar var idi, öhdəlikləri var idi və ondan itaət etməsi tələb olunurdu. Lakin o dövrdə cinlər yer üzündə böyük fitnə fəsad yaydılar. Allah Azza və Cəllə onların fitnə fəsadlarına və qan tökmələrinə görə onlara mələkləri göndərərək cəzalandırdı. Mələklər arasında o zaman cinlərin rəhbərlərindən biri də var idi və ona iblis deyilirdi. O, elm və iman baxımından yüksək bir məqamda idi. Allah Azza və Cəllə onu mələklərin səviyyəsinə yüksəltmişdi. O, mələklərlə birlikdə cinlərin içindəki zalımlara qarşı döyüşürdü. Bəzən cinlər Allahın cəzası olaraq dənizdəki adalara həbs olunurdular. Onların arasında salih olanlar da var idi, olmayanlar da. Onlar qan tökür və yer üzündə fəsad yayırdılar. Mələklərin səviyyəsinə qədər yüksəlib, daha sonra təkəbbürə qapılan bu cin istisna olmaqla. Bu, mələklərlə uzun müddət yaşayan iblisdir. Ta ki o məşhur gün gələnə qədər. O gün Allah Azza və Cəllə mələklərdən bir əmr verdi. Bu nə əmri idi? İzzət sahibi Rəbb olan Allah mələkləri ən yüksək bir məclisdə topladı. Bütün mələkləri yox, sadəcə dərəcə olaraq ən yüksək olanlarını. Qüdrət sahibi Rəbləri onlara yeni bir məxluq yaradacağını bildirdi. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً. Xəlifə, yəni nəsillər bir-birini ardıcıllıqla əvəz edəcək. Yəni nəsil. Xəlifə sözünün mənası budur. Bir-birini əvəz etmək. Mələklər öyrənmək, anlamaq məqsədi ilə sual verdilər. Çünki mələklər bilirdilər ki, insandan əvvəl cinlər yer üzündə fəsad, azğınlıq törətmiş və qan tökmüşdülər. Yəni yeni yaradılacaq məxluq da eyni şeyləri edə bilərdi. قالوا أتجعل فيها من يفسد فيها ويسفك الدماء. Əgər sənə ibadət edəcək bir varlıq istəyirsənsə, biz sənə ibadət edənlərik. ونحن نسبح بحمدك ونقدس لك. Allah Azza və Cəllə mələklərə buyurdu. قال إني أعلم ما لا تعلمون. Şübhəsiz ki, mən sizin bilmədiklərinizi bilirəm. Allah. Sizin bilmədiyiniz bir şeyi bilirəm. Allah bilir ki, bu insanların içindən peyğəmbərlər, salihlər və mələklərdən də üstün məqam tutanlar çıxacaq. Bəli. Allah cavab verdi.
Mən sizin bilmədiyinizi bilirəm. Uca və qüdrətli Allah bilir ki, iblis qəlbində nə gizlədir. Bu səbəbdən Allah onun içindəkini mələklərin qarşısında üzə çıxarmaq istədi. Allah Azza və Cəllə şübhəsiz ki, bir hikməti olan yeni bir məxluq yaratmaq istədi. Bu hikməti kim bilir? Allah. Beləcə, Adəmin yaradılışı başladı. Allah mələklərə yeni bir məxluq yaradacağını bildirdikdən sonra Cəbrailə əmr etdi ki, yerə enib bu yeni məxluqun yaşayacağı yerdən bir qədər torpaq gətirsin. Beləcə, Cəbrail yerdən bir qədər torpaq götürmək üçün getdi. Lakin yer Cəbraildən Allaha sığındı. Yer dedi, sənin mənə azaltmağından və ya məndən bir şey götürməyindən Allaha sığınıram. Cəbrail onun Allaha sığınmasından qorxdu və Rəbbinə geri döndü. Allah Azza və Cəllə Mikaili göndərdi. O da yerdən torpaq götürməyə getdi, lakin yer ondan da Allaha sığındı. Mikail də qorxu içində Rəbbinə qayıtdı. Beləliklə, uca və qüdrətli Allah ölüm mələyini göndərdi. Beləliklə, bu mələklə başlanğıc başlayır və onunla da son bərqərar olur. Allah ölüm mələyini yerdən torpaq götürməsi üçün göndərdi. Yer dedi, sənin mənə azaltmağından və ya məndən bir şey götürməyindən Allaha sığınıram. Ölüm mələyi dedi, mən də Allahın əmrinə qarşı çıxmaqdan Allaha sığınıram. Rəbbim mənə bunu əmr edib. Beləcə, o bütün yer üzündən müxtəlif növ torpaqlar götürdü. Torpağın müxtəlif rəngləri var. Ağ, qara, sarı, qırmızı və bəzən bunların arasında bərk torpaq da var, yumşaq torpaq da. O bu torpağı yerin hər tərəfindən, yaxşısından da, pisindən də topladı. Beləliklə, yeni məxluqun yaradılacağı torpaq gətirildi. Bu məxluqa Adəm adı verildi. Aleyhisselam. Torpaq gətirildi və Allah Azza və Cəllə buyurdu ki, onun üzərinə su əlavə edilsin. وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ. Bu torpaq palçığa çevrildi. O, bir müddət palçıq halında qaldı. Sonra onun qatılaşması artdı və yapışqan palçıq oldu. Onun əsli torpaq idi. يا أيها الناس إن كنتم في ريب من البعث فإنا خلقناكم من تراب. Əvvəlcə onun üzərinə su töküldü və o palçığa çevrildi. قال ربك للملائكة إني خالق بشرا من طين. Onun tərkibindəki qatılıq artdı və yapışqan palçığa çevrildi. Sonra bir müddət keçdi və onun rəngi qaraldı və ondan bir qoxu çıxmağa başladı. O qara palçıq oldu və formaya düşməyə başladı. Sonra bir müddət keçdi və o sanki bişmiş saxsı kimi oldu. O içi boş, səs çıxaran palçıq halına gəldi. Ona vurduqda səs eşidilirdi. Mələklər bu yeni və hündür məxluqa baxıb heyrətlənirdilər. Bu məxluq nədir belə? Allah Azza və Cəllə nə yaradacaq? İblis də bu mələklərin arasında idi. İblis bu səs çıxaran palçığın ətrafında dövrə vururdu. Bu yeni varlığın içi boş idi, içində heç nə yox idi. İblis bir tərəfindən girir, digər tərəfindən çıxırdı. Mələklər bu yeni məxluq haqqında daha çox bilmək istəyirdilər. Ancaq iblisdən başqa heç kim ona yaxınlaşmırdı. O, mələklərə deyirdi, qorxmayın, qorxmayın, mən onu məhv etməyə qadirəm. Yəni, əgər o da cinlər kimi fitnə fəsad törətsə, mən onu məhv edəcəyim. Halbuki, iblis özü də cin idi. O deyirdi, qorxmayın, mən onu məhv etməyə qadirəm. İblisin içində müəyyən bir nifrət və paxıllıq meydana gəlməyə başladı. Bu yeni varlıq əvvəl palçıq idi. Sonra saxsıya çevrildi və ruh üfürülmədən 40 il bu vəziyyətdə qaldı. Mələklər ona baxırdı. İblis isə onun ətrafında dövrə vururdu. Onlar həmin vəd edilmiş anı gözləyirdilər.